Qalxın məhkəmə gəlir. Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən vaxtilə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın suveren ərazilərində qurulan qondarma rejimə dırnaqarası rəhbərlik edənlər azadlıqdan məhrum edildilər. Belə ki, məhkəmənin hökmü ilə Arayik Harutyunyan, Lyova Mnatsakanyan, David Manukyan, David İşxanyan və David Babayan Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini məhv etmə, köləlik, əhalini deportasiya etmə və məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, qəsdən adam öldürmə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik yaratma, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə və digər cinayətləri törətməkdə təqsirli bilinərək qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildilər. Onlar cəzalarını həbsxanada çəkəcəklər. Qeyd edək ki, dövlət ittihamını müdafiə edən prokurorlar da məhkəmədən həmin şəxslərin ömürlük azadlıqdan məhrum olunmasını xahiş etmişdilər. Harutyunyan Arayik Vladimiri cəzasını həbsxanada çəksin. Cəza çəkmə müddətinin başlanğıcı faktiki azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 3 oktyabr 2023-cü il tarixdən hesaplansın. Barəsində seçilmiş həbs qəti imkan tədbiri hökm qanunu qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmənin hökmü ilə təqsirləndirilən Arkadi Qukasyan və Bako Saakyan isə qəti 20 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildilər. Onlar cəzalarının ilk 10 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkəcəklər. Xocalı soyqırımında iştirakını etiraf edən, eləcə də Cinayət Məcəlləsinin çoxsaylı maddələri ilə təqsirli bilinən Madat Babayan isə 19 il müddətinə azadlıqdan məhrum olundu. O, cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkəcək. 19 il müddətinə azadlıqdan məhrum edilən Melikset Paşayan da Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və təşkilatlara hücum etmə, soyqırım və digər cinayətləri törətməkdə təqsirli bilindi. O, cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkəcək. Məhkəmənin hökmü ilə Qarik Martirasyan 18, David Allahverdiyan 16, Levon Balayan 16, Vasili Beqlaryan 15, Gurgen Stepanyan 15, Erik Qazaryan 15 il müddətinə azadlıqdan məhrum edildilər. Onlar cəzalarının 5 ildən 8 ilədək olan hissəsini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkəcəklər. Hökmə əsasən dövlət ittihamını müdafiə edən prokurorların təklifi nəzərə alındı və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyan, Lyova Mnatsakanyan, David Babayan və David Manukyana təqsirli bilindikləri aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllərə dair cəza təyin edilmədi. Həmçinin Arkadi Qukasyan və Bako Saakyanın ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunmalarına və həmin ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilməsinə baxmayaraq, hökm çıxarılanadək 65 yaşına çatdıqları üçün Cinayət Məcəlləsinin tələblərinə əsasən onlara ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilə bilməzdi. Eləcə də bəzi təqsirləndirilən şəxslərə elan edilmiş müəyyən ittihamlar Cinayət Məcəlləsinin başqa maddəsinə tövsif edildi. Qeyd edək ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Anar Rızayevdən ibarət tərkibdə keçirilən məhkəmə prosesinə ötən il yanvarın 17-sində başlanılmış və ilin sonunda məhkəmə istintaqı yekunlaşmışdı. Bir il davam edən məhkəmə istintaqında yüzlərlə zərər çəkən ifadə vermiş və iş üzrə keçən sübutlar araşdırılmış, tədqiq olunmuşdu. Dövlət ittihamını müdafiə edən prokurorlar təqsirləndirilən şəxslərə məhkəmədən cəzaların təyin olunmasını, təqsirləndirilən şəxslərin müdafiəçiləri isə bəraət hökmünün çıxarılmasını xahiş etmişdilər. Məhkəmə təqsirləndirilən şəxslərə ifadə vermələri və son sözlə çıxış etməsi üçün kifayət qədər vaxt ayırmışdı. Eyni zamanda müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi əlavə materiallar da məhkəmə istintaqında araşdırılmışdı. Təqsirləndirilən şəxslər hər biri ayrı-ayrılıqda Azərbaycan dövləti hesabına 2 müdafiəçi, həmçinin rus və erməni dillərində tərcüməçilərlə təmin edilmişdilər. Bu iş üzrə 531 mindən çox zərər çəkən və onların hüquqi varisləri tanınıb.
Məhkəmədə onların hüquqlarını nümayəndələri müdafiə edirdi. Azərbaycan dövləti adından zərər çəkmiş qismində isə Nazirlər Kabineti aparatının rəhbəri Rüfət Məmmov iştirak edirdi. Məhkəmədə Ermənistan dövlətinin, onun dövlət qurumlarının, vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış, həmçinin Robert Köçəryan, Serj Sarkisyan, Vazgen Manukyan, Vazgen Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan, Zori Balayan, Seyran Ohanyan, Arşavir Qaramyan, Monte Melkanyan və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözgedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər Ermənistan vətəndaşı ittiham edilirdi. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonraki gün hökm qanuni qüvvəsini alır. Bununla da məhkəmə iclası bağlı elan olunur. Bir ildən çox müddətdə Bakı məhkəmə kompleksində bu zalda Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycana və xalqımıza qarşı törədilmiş çoxsaylı cinayətlər, o cümlədən Xocalı soyqırımı, kütləvi qətillər məhkəmə istintaqında araşdırıldı. Tədqiq olunan sübutlarla təsdiqini tapdı. Vaxtilə Azərbaycanın suveren ərazilərində yaradılmış qondarma rejimə dırnaqarası rəhbərlik edənlər ədalət qarşısında cavab verdilər. Südabə Cahangirli, Elçin Tağıyev, Elnur Orucov, ASTV Xəbər.